Qoç, yadda qalan qeyri-adi gündür. Fantaziyanızı, təxəyyülünüzü işə salın. İstənilən problemin həllinə, işin görülməsinə yaradıcı yanaşın. Qərarlarınız və əməllərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək. Həyatınızda əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək hadisə yaşanacaq. Buğa, rəğbətini qazanmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli zamandır. Danışdığınız şəxslərdə özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın. Yeni, maraqlı tapşırıqların alınması, sifarişlərin əldə olunması istisna deyil. Karyeranızda irəliləyiş ola bilər. Yeni işə başlamısınızsa, həmkarlarla asanlıqla dil tapacaqsınız. Əkizlər, gün ərzində sizə maraqlı olmayan işlərlə məşğul olacaqsınız. Əyləncə və istirahət planlarını təxirə salın. Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi cilovlayın. Vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya başlamayın. Xərçəng, önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi, niyə etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək. Həyatınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərlik ilə münasibətlərinizin harmonik olmasına çalışın. Şir, peşəkar fəaliyyət müstəvisində məsələlərin həlli, işgüzar görüşlər, karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və müttəfiqlə yanaşı yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu olacaq. Qız, aktiv və praktik olun. Cari məsələləri həll edin. Uzun müddətli planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq çətinlik yaratmasın. Sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tərəzi, məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Gün ərzində gəlirlərinizi artırmaq üçün imkanlar yaranacaq. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan dönməyin. Əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun. İntizamı unutmayın. Əqrəb, xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana riayət etməyi unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı olun. Adi günlərlə müqayisədə daha mühafizəkarsınız. Qaydaları pozanlarla yox, ənənələrə riayət edənlərlə birgə işə başlayın. Nüfuzlu şəxslərlə görüşmək, potensial investor və ya işgüzar tərəfdaşla danışıqlar aparmaq olar. Oxatan, günün hadisələri sizi sevindirməyəcək. Planlarınızın bəzilərindən imtina etmək və ya onlara ciddi dəyişikliklər etmək məcburiyyətində qalacaqsınız. Yaranmış situasiyaya uyğunlaşmağa çalışın. İşlə yanaşı evdəki münasibətlərdə də çətinliklər yarana bilər. Sizi diqqətlə dinləyəcək insana ehtiyacınız var. Oğlaq, yeni işlərə başlamaq üçün əla gündür. Uğur qazanacağınıza əsla şübhə etməyin. İntuisiyanız sizi aldatmayacaq. Bəziləri sizin yolunuzu təkrarlamağa çalışacaqlar. Hansısa mühüm işi reallaşdırmağa başlayanda bu şəxslər etibarlı müttəfiqlər ola bilər. Dolça, qüvvənizi toplayın. Bugün aktiv səylərə ehtiyac var. Qarşılaşdığınız sınaqları qətiyyətlə dəf edin. Çətinliklər ciddi işlərlə yanaşı xırda məsələlər və detallarda da yarana bilər. Kiçik problemlər sizi xüsusilə qıcıqlandıracaq. İşdə həmkarlarla dil tapmaq asan olmayacaq. Münaqişə riski var. Balıqlar, uzun müddətli perspektivə hesablanmış planlar qurmaq, mühüm qərarlar qəbul etmək olar. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Vəziyyətin inkişafını və öz qüvvələrinizi, potensialınızı incələyin. Çox işləri müstəqil görməli olacaqsınız. Əfsuslar olsun ki, bugün hətta ən yaxın müttəfiqinizə və silahdaşınıza bel bağlaya bilmirsiniz. İşlər çox olsa da onlar sizi yormayacaq.